Salam əziz izləyicilər, bugün sizlərə litosfer bölməsinin ilk mövzuları olan yerin planetar və geoloji inkişafı, yerin daxili quruluşu, süxurlar və faydalı qazıntılar mövzularının hamısını tək bir dərsdə qısa şəkildə izah edəcəm. Başlayaraq öncəliklə yerin planetar və geoloji inkişafı. Bu kitabda çox uzun qeyd olunub. Halbuki sadəcə bəzi qısa şeyləri bilsəz kifayətdir. Planetar inkişafda hansı hadisələr baş verib, geoloji inkişafda hansı hadisələr baş verib? Planetar inkişaf hardasa 2,5 milyard il davam etmişdir. Yaxşı, bəs hansı hadisələr baş verib? Qısaca, yerin maqnetizm xəstəsinin yaranması, ay erasının baş verməsi və yaxud da kütləvi lava püskürmələri, ilk atmosferin yaranması, bazaltdan ibarət ilk yer qabığı, baxın litosfer yaranıb desə yanlışdır. Bazaltdan ibarət ilkin yer qabığının yaranması. Çünki litosfer üçün digər qatlar da lazımdır. Daha sonra isə ilk hidrosferin yaranması. İlk hidrosfer deyəndə də söhbət ilk okean olan Pantalasdan gedir. İlk okeanın yaranması ilə də planetar inkişaf bitdi. Deməli, nə yarandı? Öncəliklə maqnetizm yarandı. Daha sonra təbii ki, qeyd etməyi unutdum, nüvə və mantia yarandı. Ondan sonra lava püskürmələri, hansı ki biz buna ay erası deyirik. İlk yer qabağı, ilk atmosfer və ilk okean olan Pantalas yarandı. Litosfer bu mərhələdə yaranmayıb. Yerdə qalan hadisələr isə əsasən götürürsüz geoloji inkişafa. Geoloji inkişafı biz geoxronoloji cədvəldən öyrənməliyik. Geoloji inkişaf mərhələsindəki ən böyük zaman vahidi eondur və 2 eon var. Kriptozoy, gizli həyat, fanerozoy, aşkar həyat. Burada onlar qeyd olunub, baxın. Burada kriptozoy eonunu və fanerozoy eonunu görə bilərsiniz. Eonlar öz növbəsində ayrılır eralara. Məsələn, kriptozoy eonunun 2 erası var, arxey və proterozoy eraları. Yaxşı, bəs bu eralarda hansı hadisələr baş vermişdir? Arxeydə qədim qırışıqlıq və güclü vulkanizm başlayıb, canlılar isə bakteriya və ibtidai tək hüceyrəlilərdə, hansı ki bunlar hər hansı bir qalıqları tapmaq mümkün deyil də. Daha sonra proterozoyda isə qədim qırışıqlıq davam edib, yosunlar, bakteriyaların inkişafı, tək-tək onurğasızların əmələ gəlməsi. Bu arada qədim qırışıqlıq yazır. Yəni bu nə deməkdir? Biz bunu dağ əmələ gəlmədə öyrənəcək. Amma əvvəlcədən məlumat verin, bu Baykal qırışıqlığıdır. Yəni Baykal qırışıqlığı yaranır. Bu arada əslində Baykal qırışıqlığı Paleozoy erasında da davam edəcək. Onun Kembriy-Ordovik eralarında. İndi davam edək. Paleozoy erası isə dövrlərə ayrılır. Yəni eralar dövrlərə ayrılır. Fəqət biz arxey və proterozoyda dövrlərə ayrılmağı görmədik. Yəni bunlar dövrlərə ayrılmır. Deməli eonlar ayrılır eralara, eralar ayrılır dövrlərə. Yaxşı, bəs Paleozoy, Mezozoy, Kaynozoy bunlar olacaq fanerozoy eonunun eraları. Paleozoy erası ayrılır dövrlərə. Dövrləri öyrənərkən ümumiyyətlə də geoxronoloji cədvəli öyrənəcəksinizsə onu aşağıdan yuxarı, yəni qədimdən cavana doğru öyrənməlisiniz. Kembriy, Ordovik, Silur, Devon, Daşkömür və Perm. Deməli, əlavə olaraq qeyd edim ki, Kembriy və Ordovik dövrlərində Baykal qırışıqlığı davam etmişdir. Yəni sonlanıb demək olar ki, Silur və Devon dövrlərində yeni qırışıqlığımız Kaledon qırışıqlığı, Daşkömür və Permdə isə Hersen qırışıqlığı baş vermişdir. Yəni Paleozoy erasında tam 3 dağ əmələ gəlmə mərhələsi var. Bu keçən il istifadə olunmuş, yəni 2026-cı ildə istifadə olunmuş qəbul imtahanının birinci mərhələsi, yəni birinci blok imtahanında istifadə olunmuşdu situasiyada. İndi davam edirik. Yaxşı, bəs Paleozoy erasında bildik hansı dağ əmələ gəlmələr mövcud olub. Bəs yaxşı, bu başqa hansı hadisələr baş verib? Baxırıq. Deməli, Pangeya nədir? Pangeya bizim ilk materikimizdir. İlk okean olan Pantalas yarandıqdan bir müddət sonra bizim ilk materikimiz olan Pangeyada formalaşdı. Bu ayrıldı Lavrasiya və Gondvanaya. Buradan baxırıq. Pangeya görmüş olduğunuz ilk yaranan tək materikdir. Deməli, Paleozoyda ayrılır Lavrasiya və Gondvanaya. Bu Alfred Wegener nəzəriyyəsinə görədir. Lavrasiya
qurusuna hal-hazırda mövcud olan materiklərdən Şimali Amerika və Avrasiya aiddir. Gondwana qurusuna isə hal-hazırda mövcud olan materiklərdən Cənubi Amerika, Afrika, ondan sonra Avstraliya, Antarktida daxildir. Bundan əlavə Hindistan və Ərəbistan yarımadaları da Gondwanaya aiddir, fəqət sonradan gedib Avrasiya ilə toqquşublar. Bu hadisə də Mezozoyun sonunda gerçəkləşmişdir. İndi orada toxunacağıq. Daha sonra vahid Pantalas okeanının sahəsinin artması, azalması, biz buna transqressiya və reqressiya deyirik. Yəni bu şəkildə də qeyd oluna bilər. İynəyarpaqlılar, çılpaq toxumlu bitkilər, ayı döşəyinin yaranması. Suda, quruda yaşayanlar, okeanda ilk balıqlar, quruda isə ilk bitkilər yaranmışdır. Keçdik Mezozoy erasına. Mezozoy erasının dövrləri Trias, Jura, Təbaşir. Burada hansı dağ əmələ gəlmə baş vermişdir? Orta qırışıqlıq, yəni Kimmer qırışıqlığı baş vermişdir. Bir dənə qırışıqlıq var sadəcə. Baş verən hadisələrdə isə baxın, bizim 2 dənə zaten böyük materikimiz var idi, Lavrasiya və Gondwana. Onlar ayrıldı müasir materiklərə. Bir ədəd okeanımız var idi, Pantalas okeanı. Bu da ayrıldı müasir okeanlara. Qısaca müasir materiklər, müasir okeanları nə götürəcək? Mezozoy götürəcək. Bitkilərdən isə örtülü toxumlu bitkilər, məməlilər, quşlar yarandı, sürünənlər yayıldı. Yəni sürünənlərin yaranması deyil də yayılması götürürük və dinozavrların nəsli kəsilmişdir. İndi isə keçək Kaynozoy erasına. Kaynozoy sonuncu eradır, hələ də davam edir. Kaynozoy erasının dövrlərinə Paleogen, Neogen və Antropogen aiddir. Yəni hal-hazırda biz Antropogen dövründə yaşayırıq. Hansı hadisələr baş vermişdir? 4-cü dövr buzlaşması, 4 dəfə buzlaşma baş verib. Bu buzlaşmalar xüsusən də Avropanın, Asiyanın, Şimali Amerikanın şimal sahillərinə, eyni şəkildə Cənubi Amerikanın ucqar cənub hissələrinə, xüsusən də bu Çiliyə düşür və Antarktidada müşahidə olunur həmin bu buzlaşmanın qalıqları. Daha sonra cavan dağlar yaranmışdır. Deməli, hansı dağ əmələ gəlmə mərhələsi baş verib? Alt dağ əmələ gəlməsi. Tetis okeanı parçalandı, yerinə Aralı, Qara Xəzər, Aral dənizləri yarandı. Bəs bu Tetis okeanı nədir? Əslində Tetis okeanı deməli, Pangeya qurusu Lavrasiya və Gondwanaya ayrılanda onların arasında əmələ gəlmiş, yəni Paleozoyda əmələ gəlmiş bir okean idi. Yazırıq burada Tetis okeanı. Demək, Tetis okeanı bu 2 materikin arasında yaranmışdı. Daha sonra müasir landşaftlar ilk insan və insana bənzər meymunların əmələ gəlməsi baş vermişdir Kaynozoy erasında. Yəni, əsas burada sizə lazım olacaq hadisələri qısa şəkildə yadda saxlamaq. İndi isə keçək suxurların yaşı. Deməli, suxurlar öncəliklə nədir? Onu öyrənək. Yer qabağı ümumilikdə suxurlardan təşkil olmuşdur. Yəni, ətrafda gördüyünüz qum, daş, çınqıl, bunlar hamısı bir növ suxurdur. Və suxurların yaşını təyin etməyin 2 yolu var. Nisbi yaş və mütləq yaşın tapılması. Yaxşı, bəs bunlar necə tapılır? Öncəliklə nisbi yaşdan başlayaq. Nisbi yaş suxurların bir-birinə nəzərən ardıcıllığıdır və əsasən yatım ardıcıllığına əsaslanır. Bu ardıcıllığa görə, məsəl üçün də bu şəkildə deyək ki, suxurlar növbələşir də alt-alta eynən bir tort kimi. Deyək ki, altda var gil, onun üzərində məsələn olsun qum. Onun üstündə də məsələn olsun çınqıl. Məsəl üçün də burada gil daha qədim olacaq, çınqıl isə daha cavan olacaq. Yəni üstdəki hər zaman daha cavan olur. Və hər zaman bu deyək ki, suxurlar öyrəniləndə altda tapılmış, yəni daha alt suxurlardan tapılmış canlı qalıqlara, hansı ki biz bu qalıqlara fosil deyirik. O fosillər daha sadə quruluşa malik olur. Daha üst qatlarda tapılmış suxurlardan çıxarılan fosillər isə daha mürəkkəb quruluşa malik olub. Bu canlıların get-gedə sadədən, necə deyim, sadə bir bədən formasına, mürəkkəb bir bədən formasına dəyişməsi ilə əlaqədar sayılır. Daha sonra isə əlavə olaraq da fosillər həmin canlının yaşadığı iqlim və dövrdə göstərir. Paleontologiya isə həmin bu fosilləri öyrənən elm sayılır.
Keçdik mütləq yaş. Mütləq yaş daha dəqiq, daha konkret yaşdır. Yəni süxurun üzərində araşdırma aparıb onun neçə milyon il əvvəl mövcud olduğunu demək olur. Nəyə əsasən? Radioaktiv elementlərin parçalanma sürətinə əsasən müəyyən olunur. Qısaca nisbi yaş süxurların yatım ardıcıllığına, mütləq yaş isə süxurun tərkibində olan radioaktiv maddələrin parçalanma müddətinə əsasən hesablanır. Əslində Alfred Wegener nəzəriyyəsi haqqında zaten qeyd etmişdik. Bu nəzəriyyəyə görə Pangea ayrılır, Lavrasiya və Gondwana aralarında Tetis okeanı əmələ gəlir. Lavrasiyaya aid olan materiklərə əsasən Avrasiya, Şimali Amerika, Gondwana isə Afrika, Cənubi Amerika, Avstraliya, Antarktida aiddir. Hindistan və Ərəbistan əslində Gondwanaya aiddir, fəqət sonradan gedib Lavrasiya ilə toqquşublar, ya daha doğrusu Avrasiya ilə toqquşublar. Ona görə də onlar Avrasiya üçün yad quru parçalar adlanır. Və təbii ki, Kaynozoyda Tetis okeanında parçalanmışdır. Bu Tetis okeanının yerində qalan su hövzələrinə isə Aralıq dənizi, Aral gölü, Qara dəniz, Xəzər gölü aiddir. Daha sonra isə keçək yerin daxili quruluşunun öyrənilməsinə. Yerin daxili quruluşunu öyrənən elm geologiya elmidir. Yer 3 qatdan ibarətdir. Yer qabığı, mantia və nüvə. Bayaq qeyd etdiyimiz yer qabığı yerin geoloji inkişafında formalaşmışdır. Yer qabığı özü də 3 qatdan ibarətdir. Çökmə qranit və bazalt qatları. Çökmə ən üstdə, bazalt isə ən altda yerləşən qatdır. Birazdan yer qabığı haqqında daha ətraflı danışacağıq. Mantia haqqında danışaq. Yer qabığının altındadır. Hardasa 90 km ilə 2900 km arası dərinliklərdə yerləşir. Mantia 2 hissədən ibarətdir. Alt və üst mantia. Alt və üst mantiyanın sərhəddi astenosfer adlanan bir qatdır. Yəni bir sərhəd təşkil edir onların arasında. Mantia nüvəyə nəzərən daha yüngül maddələrdən təşkil olunub. Nüvə ağır və radioaktiv maddələrdən təşkil olunmuşdur. Burada temperatur çox yüksəkdir. Buna baxmayaraq süxurlar əsasən bərk haldadır. Yəni maddələr, daha doğrusu süxur deyirəm, maddələr əsasən bərk halda yerləşir. İndi gəlin əsas yer qabığı bizə önəmlidir. Ona görə onun haqqında danışaq. Yer qabığı haqqında biz dedik ki, əsasən çökmə qranit və bazalt qatlarından ibarətdir. İki tipdə yer qabığı olacaq. Materik yer qabığı ilə okean yer qabığı. Təbii ki, biz bunları öyrəniriksə, onların əsas fərqini bilməliyik. Materik yer qabığında qranit qatı rast gəlinir, okean yer qabığında olmur. Amma məsələn desək ki, filan dənizdə, məsələn Şimal dənizində yer qabığı yox, materik yer qabığı yoxdur. Bu yanlış bir ifadədir. Çünki birbaşa yoxa çıxmır qranit qatı. Müəyyən bir dərinlikdən sonra yoxa çıxır. Okean və materik yer qabığının bir digər fərqi isə okean yer qabığı daha nazikdir, materik yer qabığı isə daha qalındır. Bir də onların harda ən qalın olduğuna baxmalıyıq. Materik yer qabığının ən qalın olduğu yer dağlar sayılır. Okean yer qabığının isə ən nazik olduğu, ümumiyyətcə yer qabığının ən nazik olduğu yer okean çökəklikləri, yəni novlardır. Materik yer qabığına harda rast gəlirik? Materiklərdə, yəni materik. Üstə gəl, materik mənşəli adalarda da. Gələcəkdə adalar mövzusunu keçəndə bunu daha yaxşı başa düşəcəksiniz. Materik mənşəli adalarda da materik yer qabığına rast gəlmək mümkündür. Okean yer qabığı təbii ki, okeanlarda və yaxud da okean hissələrində, əlavə olaraq vulkanik adalarda və mərcan mənşəli adalarda da əsasən rast gəlir. Əsasən bu vulkanik adaları götürsə daha düzgündür. Bu da oldu, deməli, okean və materik yer qabığının əsas fərqi. Bir də yer qabığının hansı, daha doğrusu qatlarının arasındakı sərhədlərə baxaq. Yadda saxlayın, qranit qat ilə bazalt qatın arasında bir sərhəd var. Bu sərhəd adlanır Konrad sərhəd. Konrad. Bazalt ilə yuxarı mantia arasındakı sərhəd adlanır Moho sərhəddi. Yuxarı mantia ilə astenosferin sərhəddi isə adlanır Beynov sərhəd. Bu belə. İndi isə sizə geotermik pillə və geotermik qradiyent haqqında məlumat vereyim. Öncəliklə bilməlisiniz ki, biz yerin daxilinə doğru gedəcəksə, temperatur da eyni şəkildə qalxacaq. Yəni, yerin daxilinə doğru qazdıqca temperatur da artır. Bəs bu artma hansı qanuna uyğunluğa əsasəndir? Əslində, bu yerləşdiyimiz əraziyə görə dəyişir. Əgər biz seismik cəhətdən aktiv bir ərazidə yaşayırıqsa, o zaman dərinliyə doğru qazdıqca temperatur daha sürətli artır. Və tam tərsi sabit bir ərazidə, yəni platformadayıqsa, daha yavaş artır. Amma bunun üçün bir ortalama rəqəm çıxardıblar.
Hər deməli 100 metrdə temperatur 3 dərəcə artır. Temperaturun hər 100 metrdə 3 dərəcə artmasına biz deyirik geotermik qradiyent. Əgər 100 metrə 3 dərəcədirsə, 1 dərəcəyə də təqribən 33 metr düşür. Düzdür? Hə, bu 33 metr də adlanacaq geotermik pillə. Yenə deyirəm, geotermik pillə bu o demək deyil, hər yerdə 33 metrdir. Ortalama 33 metrdir. Bundan çox və yaxud da bundan az ola bilər. Yaxşı. Testlərdə sual nə tərzdə düşür? Məsələn, soruşur ki, geotermik pillənin böyük olduğu ərazilər və yaxud da qradiyentin böyük olduğu ərazilər, yəni bu tipdə suallar düşür. Bəs biz bunu necə fərqləndirəcəyik? Yadda saxlayın. Geotermik pillənin böyük olduğu ərazilər, yəni belə düşünün, 33 metrdən daha çox qazmaq lazımdır temperaturun 1 dərəcə artması üçün. Deməli, bu ərazi olduqca sabit bir ərazidir. Deməli, nədir bu ərazi? Platforma. Yadda saxlayın, sabit ərazilər platforma. Deməli, geotermik pillə böyükdür. Harda? Platformalarda. Yaxşı, bəs harda kiçik olacaq? Təbii ki, platformanın əksi mütəhərrik seismik ərazilərdə, yəni bu ərazilərdə biz deyirik geosinklinal. Geotermik qradiyent isə geotermik pillənin tam tərsidir. Yəni necə? Geotermik qradiyent nədir? Qazdıqca hər 100 metrdə temperatur 3 dərəcə deyil, daha çox artır. 5 dərəcə, 6 dərəcə, 10 dərəcə. Geotermik qradiyent böyükdür. Harda? Seismik ərazilərdə. Yəni geosinklinalda. Bəs geotermik qradiyent harda kiçik olacaq? Burada yazaq böyük. Harda bəs kiçik olacaq? Platformalarda, yəni geosinklinalın tam tərsi. Platformalarda isə geotermik qradiyent kiçik olar. Məsləhətdir ki, bu iki yazdığımı qeyd edərsiniz. Bəs yaxşı, temperaturun dərinliyə doğru artmasının səbəbi nədir? Radioaktiv parçalanma, sıxlıq və təzyiqin artması. Bir də burada qısa bir məlumat var, yəni kitabda qeyd olunur. Bunun haqqında qeyd etmək istəyirəm. Çünki zaten birazdan suxur və faydalı qazıntılara keçəcəyik. Bilirsiniz də, insanlar ümumiyyətlə sənayeni inkişaf etdirmək olsun, öz ehtiyaclarını təmin etmək olsun, faydalı qazıntılardan istifadə edirlər və faydalı qazıntıların da iki üsulla çıxarılması var. Bir var şaxta üsulu, bir də var açıq üsul. Deməli, faydalı qazıntıları necə çıxarırlar? Bir var açıq üsul, bir də var şaxta üsulu. Fərq nədir? Açıq üsulda faydalı qazıntı yataqları yer səthinə olduqca yaxın yerləşdiyi üçün rahat şəkildə çıxarmaq olar. Buna görə də həmin faydalı qazıntılar əsasən eninə mənimsənilir və maya dəyəri ucuz olur. Şaxta isə faydalı qazıntı çıxarılmaq üçün dərin quyular qazılmalıdır. Yəni şaxtalar qazılır. Bu əslində dərininə mənimsəməkdir və burada artıq maya dəyəri baha başa gəlir. Maya dəyəri baha başa gəlir. Məsələn, belə bir qızıl yatağı var Carda, Tau Tona qızıl mədəni. Bu dünyada qazılmış ən dərin şaxtadır. Yəni burada şaxta üsulu ilə faydalı qazıntı çıxarılır. Açıq üsulla çıxarıldığı məşhur yer isə Avstraliyada yerləşən Superpit qızıl mədənidir. Burada qızıl açıq üsulla çıxarıldığı üçün maya dəyəri nisbətən daha ucuz başa gəlir. Azərbaycanda isə yadda saxlayın, dərin quyulardan biri Saatlı rayonunda qazılmışdır. İndi isə keçək suxurlar mövzusuna. Bayaq da qeyd etdiyimiz kimi yer qabığı suxurlardan təşkil olunmuşdur. Bəs bu suxurların hansı növləri var? Yadda saxlayın, maqmatik, çökmə və metamorfik suxurlar mövcuddur. Gəlin bunların hamısını ayrı-ayrılıqda öyrənək. Maqmatik suxur necə yaranır? Əslində odlu maqmanın soyuması nəticəsində yaranır. Mantia maddəsinin soyması ki, bu halda əsasən daha dərində baş verdiyi üçün intruziv suxurlar, bir də vulkan püskürmələri, lava burada yer səthinə çıxır. Bu da əsasən effuziv suxurların formalaşmasına səbəb olur. Deməli, maqmatik suxurların iki əsas növü var. Hansılardır? İntruziv və effuziv. İntruziv suxurlarda maqma dərinlikdə tədricən soyuduğu üçün bərk, ağır, məsafəsiz suxurlar əmələ gəlir. İntruziv suxurlara aiddir, yadda saxlayın, qranit, qabro, sienit və diorit. Və faydalı qazıntının damar şəkilli yataqlarını yaradır. Effuziv səhtidir. Burada vulkan püskürməsi nəticəsində yaranır. Lava səhtdə soyuyur, sürətli soyuyur. Ona görə də yüngül məsaməli
süxurlar əmələ gəlir. Bu süxurlara məsələn bazaltı, daha sonra pemzanı, vulkanik şüşə, obsidian, adnezit kimi süxurları misal göstərmək mümkündür. Faydalı qazıntıların əsasən səpinti yataqlarını yaradır. İndi keçdik çökmə süxurlar. Çökmə süxurlarının yaranma səbəbi xarici qüvvələr, yəni eksogen qüvvələrin təsiridir. Bunu da gələn dərslərimizdə keçəcəyik. Endogen daxili qüvvədir, eksogen xarici qüvvə. Bəs yaxşı, xarici qüvvəyə nələr daxildir? Yadda saxlayın, bu əslində günəşin səbəbkar olduğu. Yəni məsələn, küləkdir, yağışdır, canlıların təsiridir. Yəni bu təsirlərdən süxurlar aşınır, xüsusən də maqmatik süxurlar aşınır və çökmə süxurlara çevrilir. Çökmə süxurlar əsasən platformalarda daha geniş yayılır. Dağlarda da yəni deyə bilmərik heç yoxdur, amma nisbətən daha az rast gəlinir. Çökmə süxurların əslində iki növü var. Bunu qeyd edirik. Üzvü və qeyri-üzvü. Qeyri-üzvü də öz növbəsində kimyəvi və qırıntı süxurlara ayrılır. Üzvü nədir? Siz coğrafiyada üzvü sözünü çox görəcəksiniz. Üzvü görən kimi ağlınıza canlı və canlıya aid olanlar gəlsin. Deməli, üzvü deyəndə biz canlı başa düşürüksə, canlı maddə ya da canlıya aid olan maddə başa düşürüksə, bu canlı orqanizmlərin qalıqları ola bilər. Bəs yaxşı, üzvü süxurlar əksəriyyəti əslində yanar süxurlardır. Neftdir, qazdır, torfdur, yanar şistdir, daş kömürdür, qonur kömürdür, əlavə olaraq apatitdir, fosforitdir, əhəng daşıdır, təbaşirdir. Bunlar üzvü süxurlardır. Qeyri-üzvü də qeyd etdiyimiz kimi kimyəvi və qırıntı süxurlara ayrıldı. Kimyəvilər əsasən suda həll olan maddələrin çökməsi. Bura əsasən aid olacaq. Məsələn, dolomit, mergel, duz, gips, bu tipli süxurlar aiddir kimyəvilərə. Qırıntı süxurlar isə süxur hissəciklərinin qırılması nəticəsində yaranır. Burada məsələn, qum, çınqıl, gil kimi süxurları misal göstərmək olar. Bu oldu çökmə süxurlar. İndi isə keçirik metamorfik süxurlar haqqında danışmağa. Metamorfik süxurlar isə yerin dərinliklərində yaranır. Elə bil ki, çökmə və maqmatik süxurlar təbii ki, deyək ki, də yarandı yer səthində. Bunlar yerin dərinliklərinə doğru endikdə yüksək təzyiqə və yüksək temperatura məruz qalırlar və formalarını, xüsusiyyətlərini, tərkiblərini dəyişirlər. Bu dəyişiklik, yəni çevrilmə də deyə bilərik də, bu çevrilmə nəticəsində metamorfik, yəni metamorfizm zatının çevrilmə deməkdir. Metamorfik süxurlar yaranır. Metamorfik süxurlar deməli həm maqmatik, həm də çökmə süxurlardan əmələ gələ bilir. Misal üçün qum daşı. Qum daşı çökmə süxurudur. Qum daşı metamorfizmləşib kvarsitə çevrilir. Kvarsit artıq metamorfik süxurdur. Və yaxud da qranit maqmatik süxur idi. Dəyişib metamorfik olan qneysə çevrilir. Əhəng daşı mərmərə çevrilir. Gil, gilli şistə çevrilir. Yəni bu çevrilmələri yaxşı bilmək lazımdır. Burada onları qeyd etmişəm. Bu arada əlavə olaraq daş kömür qrafitə çevrilir. Daha sonra qrafit almaza çevrilir. Yəni metamorfik süxur burada başqa bir metamorfik süxura çevrilir. İndi isə burada da bayaq bəhs etdiyimiz süxurların növləri var. Cədvəl. Məsləhət görərdim ki, bu cədvəli də öyrənəsiniz. İndi isə sizlərlə aşınma və eroziya haqqında danışacağıq. Öncəliklə aşınma nədir? Aşınma süxurların, yəni yer səthində kənar qüvvələrin təsiri nəticəsində dəyişməsidir əslində. Aşınmanın da 3 növü var. Fiziki, üzvü, kimyəvi. Baxın, aşınmanı yaxşı öyrənmək lazımdır. Çünki demək olar ki, hər bölmədə istifadə olunan bir mövzudur. Çox testlərə düşür. Məsələn, iqlim mövzusu keçəndə, biosfer bölməsini keçəndə, hətta hidrosfer bölməsində də bu aşınma sizin qarşınıza çıxacaq. Odur ki, onu indidən öyrənin. Birinci başladıq fiziki aşınmaya. Fiziki aşınmanın səbəbkarı temperatur amplitudasıdır. Bəs biz bu sözdən nə başa düşək? Temperatur amplitudası nədir? Baxın, məsələn, bunu da siz atmosfer bölməsə daha ətraflı keçəcəksiniz. Amma mən qısa şəkildə qeyd edeyim ki, temperatur amplitudası xüsusən də söhbət sutkalıq temperatur amplitudasından gedir. Gün ərzində gecə ilə gündüz arasında temperatur arasındakı kəskin fərqdir. Yəni deyək ki, gündüz olur 40 dərəcə, gecə olur 0 dərəcə. Kəskin şəkildə fərq var. Bəs bu fərq ən yaxşı harda hiss olunur? Səhralarda. Səhralarda gecələr çox soyuq olur, çünki qum sürətlə soyuyur. Qumun ətrafındakı hava təbəqəsi də çox sürətlə soyuyur. Gündüzlər isə təbii ki də düz radiasiya
Günəş quma təsir edir, tez bir zamanda qızır və temperatur qalxır. Gecə ilə gündüz arasındakı bu kəskin fərq süxurun fiziki aşınmasına səbəb olur. Niyə? Çünki süxur istidən genişlənir, soyuyanda kiçilir. Bu kiçilmə və genişlənmə süxurun aşınmasına səbəb olur ki, bu da fiziki aşınmadır. Deməli, fiziki aşınma səbəbi temperatur amplitudasıdır. Bəs yaxşı, hansı ərazilərdə qeyd olunur? Səhralarda. Ekrana səhraların xəritəsini yerləşdirməyə çalışacağam. Bu yerləri yaxşı bilməlisiniz. Çünki burada daha çox fiziki aşınma baş verir və yadda saxlayın, fiziki aşınmanın baş verdiyi yerlərdə üzvü və kimyəvi aşınma çox zəif olur. Yəni demək olar ki, heç olmur. Bəs yaxşı, üzvü aşınmanın səbəbkarı nədir? Üzvü aşınma canlıların təsiri ilə. Kimyəvi aşınma isə suyun təsiri ilə olur. Su və canlı zaten eyni. Yəni bir yerdə su varsa, orada canlı da olacaq. Ona görə də təqribən eyni yerlərdə mülayim və ekvatorial, yəni ekvator ətrafında və mülayim iqlim qurşağının yaradığı bölgələrdə olur. Çünki burada rütubət də var, bitki də var, onunla bir yerdə heyvan da var. Ona görə də üzvü və kimyəvi aşınma əsasən ekvatorial və mülayim enliklərdə müşahidə olunur. Fiziki aşınma isə əsasən tropik iqlimdə müşahidə olunur. İndi isə eroziyaya keçək. Daha doğrusu eroziya, denudasiya və akkumulyasiya hər üç termini bugün öyrənəcəyik. Bu da çox istifadə olunur. Yəni bu sözlərin mənalarını harda çox müşahidə olunar, onu bilmək lazımdır. Öncəliklə başlayaq eroziya. Eroziya ümumiyyətcə burada yazır su, külək, buzun süxurları dağıtmasıdır. Yəni siz belə düşünün, bir dağ düşünün, hündür bir yerdir və istər-istəməz cazibə qüvvəsi olsun, küləyin olsun, yağış olsun. Yəni yağış yağanda həmin bu səthə yaxında yerləşən süxurlar həmin bu yağışın təsiri ilə və yaxud da çayın təsiri ilə, küləyin təsiri ilə aşağıya doğru parçalanacaq. Düzdür, aşağıya doğru hərəkət edəcək. Bu parçalanmaya biz deyirik eroziya. Məsələn, eşitmiş olarsınız bəlkə də dağlıq bölgələrdə çox suvarma aparılmır. Niyə aparılmır? Çünki bu suvarma sistemi torpağın eroziyaya məruz qalmasına səbəb olacaq və bu da torpağı məhv edəcək. Başa düşdünüzmü eroziya nədir? Süxurların dağılması deməkdir. Digər bir terminimiz denudasiyadır. Bax bu dağılmış süxurların bir yerə daşınması denudasiyadır. İndi belə bir sizin üçün görüntü yaradım. Deyək ki, bu bir təpədir, bu da bir çökəklikdir də, düzdür? Ya da bu bir təpədir, bu da bir dərədir. Bu təpənin üst hissəsində deyək ki, küləyin təsiri ilə, çayların təsiri ilə üstdə olan süxurlar eroziyaya məruz qaldı və parçalandı. Baxın, burada parçalanmış süxurlar var. Təsəvvür edin də, bu süxurlar dağın təpəsində qalmayacaq ki, cazibə qüvvəsi deyə bir şey var. Aşağıya doğru aparılacaq, yəni daşınacaq. Deməli, nə oldu bu? Daşındı. Yaxşı, daşınma nə idi? Denudasiya. Hardan daşınır daha çox? Hündür yerlərdə. Deməli, denudasiya hündür yerlərdə olur. Dağlarda denudasiya olarmı? Bəli, olar. Təpədə olar. Yaylalar və yüksəkliklərdə olar. Çünki bunlar da hündür düzənliklər sayılır. Başa düşdünüzmü denudasiyanın nə demək olduğunu? İndi isə keçirik. Bu arada denudasiyadır, eroziyadır. Bu ikisi əsasən dağıdıcıdır. Yəni, süxurların dağılmasından, parçalanmasından və daşınması proseslərini əhatə edir. Akkumulyasiya isə toplanma və yaxud da çökmədir. Çünki bayaq baxdığımız həmin bu süxur qalıqları, deyək ki, burada daşındı aşağıya doğru və gəlib burada toplanacaq. Artıq daha da bundan aşağı bir yerdə toplana bilməz. Baxın, bu prosesə biz deyirik çökmə. Yəni, süxurlar burada çöktü. Maraqlıdır. Deməli, çökmə süxurlar əsasən çökək yerlərdə, ovalıqlarda, şelf bölgələrdə daha çox rast gəlinəcək. Düzənliklərdə də çox çökmə süxur. Biz bayaq da görmüşdük ki, çökmə süxurlar əsasən platformalarda, düzənliklərdə daha çoxdur, dağlarda az. İndi səbəbini başa düşdünüzmü? Çünki eroziyaya uğramış süxurlar gəlir çökək yerlərdə toplanır. Bu çökmə və yaxud da toplanma prosesinə isə biz deyirik akkumulyasiya. Deməli, akkumulyasiya əsasən harda müşahidə olunur? Çökək yerlərdə, hündürlüyü aşağı olan yerlərdə, ovalıqlar, çökəkliklər, şelfdəki dəniz kənarı bölgələrdir. Hündürlük aşağı olduğu üçün burada da çökmə mənşəli süxurlara olduqca geniş şəkildə biz rast gələ bilərik. Bu da oldu eroziya, denudasiya və akkumulyasiya. Yadda saxlayın, akkumulyasiya əsasən yaradıcıdır.
Çünki burada süxurların bir toplanması prosesi var. Denudasiya və eroziyaya isə əsasən dağıdıcı proseslər sayılır. Bu da oldu bu terminlər izahı. Bundan sonra da zaten bu sözləri çox görəcəksiniz. Testlərdə də çox istifadə olunur. Həm aşınma, həm eroziya, həm denudasiya, həm akkumulyasiya yaxşı bilməlisiniz. İndi isə sizlə keçə bilərik faydalı qazıntılar mövzusuna. Faydalı qazıntılar nədir? Əslində faydalı qazıntılar bildiyimiz süxurlardır. Sadəcə insanlar bu süxurlardan geniş şəkildə istifadə etdiyi üçün və onlar üçün əhəmiyyətli olduğu üçün adı olub faydalı qazıntı və yaxud da mineral ehtiyatlar. Faydalı qazıntıları abituriyentlərin çox çətinlik çəkdiyi mövzulardan biridir və əlavə olaraq da hər il imtahanda istifadə olunur. Əslində 2 dəfə keçirilir, həm iqtisadi coğrafiyada, həm fiziki coğrafiyada. Fiziki coğrafiyada əsasən biz onların hansı ərazilərdə yayıldıqlarını, şərti işarələrini və mənşəyini öyrənirik. İqtisadi coğrafiyada bir dəfə də izah edəcəm faydalı qazıntıları. Orada isə əsasən hansı ölkələr hansı faydalı qazıntı yataqlarına malikdir və ixrac istiqamətləri daşınmasını öyrənəcəyik. Gəlin başlayaq. Faydalı qazıntı bayaq da qeyd etdiyimiz insanlar tərəfindən istifadə olunan süxurlardır əslində. Faydalı qazıntıların 3 əsas növü var. Filiz, qeyri-filiz və yanar faydalı qazıntılar. Öncəliklə filiz mənşəli faydalı qazıntılardan danışaq. Təbii ki, bunlar metallardır. Və yadda saxlayın, filiz mənşəli faydalı qazıntıların hamısı maqmatikdir. Yəni maqmatik süxurların yayıldığı ərazilərdə yayılıblar. Bəs yaxşı, maqmatik süxurlar əsasən harda geniş yayılıb? Dağlarda və denudasiyon düzənliklərdə. Biz bu denudasiyon düzənlikdən nə başa düşək? Yəni bu düzənliklərdə denudasiya prosesləri üstündür. Yəni söhbət hündür düzənliklərdən, yaylalardan və yüksəkliklərdən gedir. İndi diqqətlə qulaq assaz, biz filiz faydalı qazıntıların yayıldığı əraziləri göstərəndə əsasən dağlıq bölgələr və yaxud da bayaq qeyd etdiyimiz kimi yaylalar, yüksəklikləri göstərəcək. Yəni hündür bölgələrdə filizlər yayılıb. Filizlərin 2 əsas növü var. Qara metallar və əlvan metallar. Qara metal 3 ədəddir. Dəmir, manqan və xrom. Bunu mən həmişə demişəm, daxma sözü ilə yadda saxlaya bilərsiniz. Daxma sözündə olan samitlərdən dəmir, xrom və manqan yataqları. Demək, bunlar nə oldu? Qara metallar. Bir də var əlvan metallar. Əlvan metallarında özünə aid növləri var. Məsələn, ağır metallar, mis, sink, qalay, quruşun. Biz bunlara niyə ağır metal deyirik? Çünki ümumiyyətlə metal saf şəkildə tapılmır. Bir filiz tapılır və bu filizin tərkibində də metal müəyyən qədər olur. Baxın, bu ağır metallar filizin tərkibində çox az olur. Hətta bunu əslində iqtisadi coğrafiyada deyəcəkdim, amma indi də qeyd edeyim ki, bu faydalı qazıntılar çıxarıldığı yerdə saflaşdırılır. Ona görə bunların müəssisələri əsasən xammal yaxınlığında yerləşdirilir. Xammal da nədir? Xammal zaten faydalı qazıntının özü xammaldır. Yəni üstündə heç bir proses getməmiş məhsul xammaldır da, yəni. Məsələn, dəmir təbiətdən çıxarılanda o xammal şəklində çıxarılır. Yəni dəmiri əridəndə, saflaşdıranda, müxtəlif prokatlar alanda artıq o çevrilir olur məhsula. Yəni heç bir proses görməmiş maddə xammaldır. Nəysə, yüngül metallara alüminium, maqnezium, titan aiddir. Bu metalların xüsusiyyəti isə bunlar filizin tərkibində olduqca çoxdurlar, fəqət əritmək üçün yüksək miqdarda elektrik enerjisi tələb olunduğundan bunların da müəssisələri əsasən elektrik enerjisinə, xüsusən də ucuz elektrik enerjisinə yaxın yerləşdirir. Yəni hələ ki fiziki coğrafiyada bunlar haqqında çox ətraflı danışmaq istəmirəm. Bunları iqtisadi coğrafiyada daha rahat başa düşəcəksiniz. Qiymətli metallara qızıl, gümüş, platin, çətin əriyən metallara wolfram, molibden, nadir metallara uran və germanium aiddir. Bunlar oldu metallar. İndi birazdan onların xəritədə göstərəcəm harda yayılıblar. Keçdik qeyri-filizlərə. Baxın, qeyri-filiz çökmə mənşəli də ola bilər, maqmatik də ola bilər, metamorfik də ola bilər, fərqi yoxdur. Misal üçün də, məsələn, apatit çökmə mənşəlidir, mərmər metamorfik mənşəlidir, qranit isə maqmatik mənşəlidir, yəni mənşəyi fərqli ola bilər. Biz sadəcə onların növlərini öyrənəcəyik. Qeyri-filizlər yer qabığında daha geniş yayılıblar. Nədə istifadə oluna bilərlər? Kimya sənayesində, məsələn, kükürt, apatit, fosforit, kalium duzu, tikinti materialları kimi əhəngdaşı, mərmər, qranit, bazalt, qum, çınqıl, qiymətli daş kimi yaqut, sapfir, zümrüd, kəhraba, almaz və s. Bəs biz qeyri-filizləri necə ayırd edəcəyik? Qısaca yadda saxlayın ki, əgər metal deyilsə və yanmırsa, demək qeyri-filizdir. Çünki zaten düzü yananlar da əslində qeyri-filiz sayılır, fəqət onların ayrı bir qrupu var, yanar faydalı qazıntı kimi gedirlər.
İndi keçək yanar faydalı qazıntılara. Yanar faydalı qazıntılar hamısı çökmə mənşəlidir. Demək, hamısı çökmə mənşəlidirsə, çökəklik bölgələrdə, hündürlüyü az olan yerlərdə akkumulyasiya proseslərinin üstün getdiyi, gördünüz? Akkumulyasiya proseslərinin getdiyi yerlərdə daha geniş alacaqlar və ovalıq şelf zonalarda, şelf də harda olur? Dənizlərdə, körfəzlərdə və s. okeanda da ola bilər. Demək, əsas hətta biz yanar faydalı qazıntıları öyrənəndə neftin xüsusilə dəniz və körfəzlərdə yayıldığını da görəcəyik. Deməli, əsasən ovalıq və şelf zonalarında yayılır. Bəs yanar faydalı qazıntılara hansılar aiddir? Təbii ki, yanıcı olanlar neft, təbii qaz, daş kömür, qonur kömür, torf və yanar şist. İndi keçək faydalı qazıntıların işarələrinə baxaq. Baxın, burada görmüş olduğunuz işarələr faydalı qazıntılara aid olan işarələrdir. Amma bu sizi qorxutmasın, çünki siz bunların hamısını əzbərləmək məcburiyyətində deyilsiniz. Yəni, bəzi əsasları sadəcə işarəsini öz yadınızda saxlayırsınız. İndi mən onları bir-bir qeyd edəcəm. Məsələn, başlayaq daş kömürdən. Daş kömürün işarəsini yadda saxladınızmı? Tamam. Nəyi bilməlisiniz daş kömür haqqında? Yanar faydalı qazıntı olması və çökmə mənşəli olması. Daş kömür yataqlarının əslində daha çox qədim dağların ətəklərində daha çox rast gəlinir. Demək, dünyanın əsas daş kömür yataqları, indi xəritədə bunları qeyd edirəm. ABŞ-da Appalat bölgəsidir. Almaniya və Polşa ərazisində geniş şəkildə rast gəlinir. Ural dağlarında çox rast gəlinir. Böyük su ayrıcı dağlarında daş kömür ehtiyatları, Cənubi Afrika Respublikasında, xüsusən də demək, Kap dağlarıdır, Əjdaha dağlarıdır. Burada daş kömür yataqlarına, böyük Çin düzənliyi zəngin daş kömür yataqlarına rast gələ bilərik. Daş kömürü öyrəndikmi? Tamam. Keçək digərinə. Burada ölkələri qeyd etmişəm. İstəsəz bunları skrində götürə bilərsiniz bu şəkildə. Davam edək. Sonra qonur kömür. Qonur kömür yadda saxlayın. Yəni, işarəsini yadda saxlayın. Bir də onu deyim ki, Almaniyada yerləşir əsas yataqları. Bir də xəritədə göstərməyə ehtiyac yoxdur. Yanar şistin işarəsini bilsəz kifayətdir. Azərbaycanda daha çox yanar şist ehtiyatlarını öyrənirik. Orada işarəsi bu şəkildə göstərilir yanar şistin. Yəni, dünyada o qədər də önəmli deyil. Dünya üçün önəmlidir neft. Neftin harda yayıldığını bilməlisiniz. Harda yayılıb neft? Ən çox yayıldığı bölgələrdən biri İran körfəzidir. Burada da Küveyt, Səudi Ərəbistan, İran, İraq, Birləşmiş Ərəb Əmirliyi, Oman kimi ölkələr istismar edir. Meksika körfəzində və Karib dənizində var, hansı ki Venezuela, Meksika kimi ölkələr, ABŞ kimi ölkələr geniş şəkildə istifadə edir. Şimal dənizində var, Britaniya, Norveç kimi ölkələr bu neft ehtiyatlarından geniş şəkildə istifadə edir. Cənubi Çin dənizində var, məsələn, Malayziya istifadə edir. Daha sonra Xəzər dənizində var. Xəzər dənizi sahilində yerləşən dövlətlər geniş şəkildə istifadə edir. Orinoco ovalığı və Maracaibo gölündə var. Venezuela istifadə edir. Turan ovalığında var. Türkmənistan, Özbəkistan kimi ölkələr, Qazaxıstan kimi ölkələr istifadə edir. Qərbi Sibirdə, Volqa boyunda. Bu da Rusiyaya aid olan əsas yataqlar sayılır. Yəni neft ilə zəngin olan bölgələr əsasən bu bölgələrdir. Neft yanar faydalı qazıntıdır. Gördüyünüz kimi əsasən biz onu ovalıqlarda və dəniz körfəzlərdə gördük. Daha sonra davam edək. Təbii qazın yayılma arealı demək olar ki, neftlə eynidir. Sadəcə işarələrini fərqləndirsəz kifayətdir. Torf daha çox bilirsiniz necə ölkələrdə götürərsiniz. Birazcık daha şimalda, qütbə yaxın ərazilərdə yerləşən, məsələn, Norveç, İsveç, Finlandiya, Rusiya, Estoniya kimi ölkələrdə torf ehtiyatı daha çoxdur. Çünki torf üçün bizə bataqlıq lazımdır. Bataqlıq mövzusunu keçəndə daha aydın orada izah edəcəm təbii ki. Bataqlıqlarda daha çox torf qatına rast gəlinir. Daha sonra keçirik dəmir filizi. Dəmir filizin bəli işarəsini də bilmək lazımdır. Harda yayıldığını da bilmək lazımdır. Dəmir qara metaldır, filiz mənşəli faydalı qazıntıdır və əsasən maqmatik süxur sayılır. Dünyanın əsas dəmir, baxın dəmir filizidir, düzdür. Demək əsasən biz onu yaylalarda, dağlarda görəcəyik. Həqiqətən də belədir. Məsələn, dəmir filizini Labrador qalxanında, mərkəzi düzənliklərində, Kordilyer dağlarında, Braziliyada, And dağlarında, məsələn, əsasən Braziliya yaylasında, Qərbi Avstraliya yaylasında, Dekan yaylasında biz dəmir ehtiyatlarına geniş şəkildə rast gələ bilərik. Ondan sonra davam edirik.
Dəmirin mütləq şəkildə işarəsini də bilməlisiniz. Keçdik xroma. Xrom əslində qısaca Türkiyədə qeyd edə bilərik. Dünyanın əsas xrom yataqları Türkiyədə yerləşir. Nikel əsasən Kubada yerləşir. Burada maraqlı burada alüminium filizləridir. Necə? Alüminium yadda saxlayın. Təbiətdə adətən saf şəkildə tapılmır. Alüminium, baxın, boksit, alunit və nefelindir. Yəni bu üçü çıxarılır, hasil olunur, əridilir və növbəti mərhələlərdə alüminium filizinə, yəni birinci alüminium oksidi əldə olunur, daha sonra alüminium əldə olunur. Yəni alüminium filizi deyəndə baxın bu işarə boksitə, alunitə və nefelinə aiddir. Bunu bilin. Dünyanın əsas boksit yataqlarını öyrənirik. Bir də alunit, yəni alunit Azərbaycan və Çində var. Sadəcə əsas bu iki ölkə qeyd olunur. Boksit amma bir sıra ölkələrdə var. Boksit yataqları əsasən yerləşir Avstraliyada. Bu arada onu da qeyd edeyim ki, Avstraliyanın York yarımadası dünyanın ən böyük boksit ehtiyatlarının olduğu bölgə. Yəni dünyanın ən böyük boksit yatağı sayılır. Bundan əlavə boksitə biz Braziliyada, ondan sonra Guyana, Surinam bölgələrində geniş şəkildə rast gəlirik. Boksit olacaq, baxın burada Qvineya kimi ölkələrdə, bir qism Avropa ölkələrində də boksit ehtiyatlarına, sonra Rusiyada var boksit. Bu ölkələrdə rast gələ bilərik. Bu da oldu boksit. İndi isə keçək. Vanadium o qədər də lazım deyil. Misi bilməlisiniz. Mis əsasən var And dağlarında, xüsusən də Çili, Peru kimi ölkələrə düşür. Mərkəzi Afrikada mövcuddur. Meksika yaylasında var. Gümüş o qədər də lazım deyil. Polimetal dünya üzrə lazım deyil. Qalay və wolframı bir yerdə öyrənəcəksiniz. Wolframı tapın. Çünki oxşar ərazidə yayılıb. Qalay, wolfram əsasən Cənub-Şərqi Asiyada, yadda saxlayın. Cənub-Şərqi Asiya zəngin qalay, wolfram ehtiyatlarına malikdir. Bir də azca Kordilyer və And dağlarında da qalay wolfram var. Amma əsas onun məskəni Cənub-Şərqi Asiyadır. Bunu da mütləq şəkildə yadda saxlamalısınız. Daha sonra civə o qədər də lazım deyil. Manqan, yəni abituriyentlər üçün o qədər də önəmli deyil bilmək. Buradakılardan hələ ki önəmli olan faydalı qazıntı görmürəm. Qızıla gəldikdə, dünyanın əsas qızıl yataqları yaylalarda çox var da. Məsələn, Braziliya yaylasında, Qərbi Avstraliya yaylasında geniş şəkildə rast gəlinir. Özbəkistanın zəngin qızıl ehtiyatları var. ABŞ-da Alyaska olduqca qızıl ehtiyatları ilə zəngin bir bölgədir. Daha sonra, hələ ki burada çox da önəmli bir şey yoxdur. Fosforit və apatiti axtarıram. Fosforit, Qlaber duzu deməli Türkmənistanda, Qaraboğaz Qol körfəzində əsasən rast gəlir. Nə oldu? Nətər tapmadım fosforit, apatiti? Fosforit və apatit tapdım. Fosforit, apatiti bilin, işarəsini də bilin. Duzların işarəsini bilin. Onların da işarəsi önəmlidir. Deməli, fosforit və apatit. Öncəliklə fosforitdən başlayaq. Testlərdə çox istifadə olunur. Dünyanın əsas fosforit qurşağı Atlas dağlarında yerləşir, Mərakeş. Bundan başqa fosforit Florida yarımadasında mövcuddur. Əsas dünyanın fosforit yataqları. Bir də Nauru'da da var fosforit. Apatitdə isə Böyük Çin düzənliyi və Şərqi Avropa düzənliyində qeyd edə bilərik ki, burada da apatit ehtiyatları geniş yayılmışdır. Yəni bu qədər önəmli olan, bilməli olduğu bir də almaz da qeyd edirik. Almaz Cənubi Afrika Respublikasında, yəni Carda var. Bir də Rusiyanın şimal-şərq hissəsində, Saxa-Yakutiya bölgəsində zəngin almaz ehtiyatları var. Yaxşı olardı ki, bunları qeyd edərsiniz və əsasən bunları öyrənərsiniz. Siz abituriyentlər üçün önəmli olanlar bunlardır. Bu qeyd etdiklərimin də elə işarələrini öyrənsəz. Bir də məsələn Azərbaycanın da fiziki coğrafiyasını keçəcəksiniz. Orada Azərbaycana aid olan faydalı qazıntıları keçəcəksiniz. Məsələn orada əlavə olaraq deyək ki, Azərbaycanın molibden yataqları var, polimetal yataqları var deyə bunların da məsələn işarələrini artıq bilməlisiniz. Yəni həm Azərbaycan, həm ümumi dünyanın faydalı qazıntıları daha çox yayılanların işarələrini öyrənirik. İndi Azərbaycanı keçəndən sonra Azərbaycanda da əlavə olaraq hansıların işarələrini öyrənməlisiniz, onu qeyd edəcəm. Elə indi deyim də, daş kömür, qonur kömür, yanar şist, neft, qaz lazımdır. Dəmir, xrom, mit lazım. Nikeli bilin, alüminium filizi bilin, misi, polimetalı, qalay, civə, manqanın işarəsini, uranı da bilsəz olar. Daha sonra burada wolframı, molibdeni,
qızılı, apatit, daha sonra duzlar lazımdır. Glauber duzu, fosforiti bilsəz yaxşı olar. Yəni əsas bilməli olduqlarınız almaz da qeyd edin. Yəni əsas bunları öyrənsəz kifayət edər sizin üçün. Yəni işarələrin imtahana düşüb düşməyəcək tam olaraq bəlli deyil, amma hər ehtimal üçün qeyd edin ki, bu işarələri bilmək lazımdır. Bu da oldu bizim faydalı qazıntılar mövzumuz. Ümid edirəm ki, video sizin işinizə yaramışdır. Sizə dərslərinizdə uğurlar arzu edirəm. Fikir və iradlarınızı rəy bölməsində bildirməyi unutmayın. Mənə dəstək olmaq üçün də kanala abunə olub videonu bəyənsəz sevinərəm. Sağ olun, salamat qalın. Hər bir də unutmadan məni əlavə olaraq Instagram səhifəsindən də izləməyi unutmayın. Orada da paylaşımlar edirəm.